Salam dəyərli kanal izləyiciləri. Mən Tural müəllim. Bu günləri İbtidai riyaziyyatdan 2025-ci il MİQ və sertifikat hazırlayan müəllimlər üçün ilk sınaq izahını təqdim edirəm. Qeyd edeyim ki, davamlı videolar üçün, sınaq izahları üçün kanala abunə olmağı unutmayın. Kanalda video izahları olacaq və siz girib deməli bu sınaqları işləyə biləcəksiniz rahatlıqla və həllərini də cavablarını da yoxlaya biləcəksiniz. Ona görə kanala abunə olmağı unutmayın. Və bundan əlavə qeyd edeyim ki, may ayında artıq yeni sürət qrupu açılıb. Sürət qrupu həftədə 5 dəfə olmaqla keçiriləcək və imtahana kimi proqram 2 aya deməli bitəcək. Bundan əlavə sürət qrupunda video izahlar, canlı dərslər, sınaqlar olacaq. Dərslərin qaydına sonradan da baxa biləcəksiniz. Ətraflı məlumat üçün 070 367 32 22 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. İndi isə keçək suallarımızın izahına. İlk sualımız, azalan, çıxılan və fərqin cəmi 80-dir, azalanın yarısını tapın. Qeyd edeyim ki, azalan, çıxılan və fərqin cəminin yarısı bizə azalanı verir. Yəni, əvvəlcə biz 80-ı 2-yə böləcəyik, 80-i 2-yə böləndə azalanı tapacağıq. Azalan olacaq 40. Amma cavab 40 deyil, təzədən azalanın yarısını istəyirsə, 40-ı da 2-yə böləcəksiniz. Düzgün cavab 20 olacaq. Keçirik növbəti sualımıza, ikinci sualımıza baxırıq. İkinci sual isə, deməli, kater məsələsi ilə bağlıdır. Maraqlı bir sualdır. Kater axınla 6 saata 240 km yol gedir. Axına qarşı isə bu yolu, deməli, 8 saata gedir. Çayın axma sürəti neçə kilometr saatdır? Əvvəlcə katerin axınla sürətini tapacağıq. Katerin axınla sürətini tapmaq üçün, yəni biz katerin axınla sürətini tapmaq üçün əvvəlcə 240-ı böləcəyik 6-ya, 240-ı 6-ya böləndə o da 40 km saat eləyir. Ondan sonra katerin axına qarşı sürətini tapacağıq. Bu dəfə 240-ı 8-ə böləcəyik. 240-ı 8-ə böləndə o da 30 eləyir. Ondan sonra çayın sürətini soruşursa, biz 40 və 30 ədədini bir-birindən çıxıb 2-yə böləcəyik. Onu 2-yə böləndə o da eləyir 5 km saat. Yəni, düzgün cavab Y variantı olacaq. Keçirik növbəti, üçüncü suala baxırıq. Uzunluğu 60 metr olan yolun iki tərəfində bərabər aralıqda eyni sayda cəmi 42 ağac əkilib, iki ağac arasında məsafəni tapın. Belə suallarda əvvəlcə yolun bir tərəfini tapırsınız. Yolun bir tərəfində 21 ağac olur. Ondan sonra, yəni 42-ni 2-yə bölürük və aralıq həmişə ağacdan bir vahid az olur. 21 ağacın 21 çıxaq 1, 20 aralığı olar. Və 2 ağac arasında məsafəni tapmaq üçün təzədən 60-ı 20-yə bölürsünüz. Düzgün cavab 3, yəni C variantı. Keçirik növbəti suala, 4-cü. Qalıqlı bölmədə qalıq 10, natamam qismət 15-dir. Bölünən ən azı neçə olar? Deməli, burada bölünənin ən az qiymətini soruşursa, biz burada bölünənə minimum qiymət verməliyik. Bölənə də ən azı qalığa əsasən bölən həmişə qalıqdan yuxarı olur da. Bölən qalıqdan böyük olduğu üçün bu sualda bölənə biz ən azı 11 verməliyik. İndi burada da bölünənin qiymətini tapmaq üçün 11-i vururuq qismətə 15-ə və üzərinə qalığı gəlirik. Yəni 10-u. Bu da bizə 175 B variantını verir. 5-ci sualda isə deyir ki, 781 A9 ədədi minliyə qədər yuvarlaqlaşdırdıqda azalır. Minliyini baxın buradan ayırırıq və bu biraz çaşdırıcı sualdır. Zaten bu ədəd azalacaq. Çünki minliyin sağında 1 olduğu üçün bu ədəd olacaq 78 min yuvarlaqlaşdıranda. Yəni burada A-nın heç bir rolu yoxdur. Yəni burada A istənilən rəqəm ola bilər. Rəqəmlər də 0-dan 9-a 10 dənə rəqəm var. 0-ı da saymalıyıq mütləq. Deməli, bu sualda düzgün cavab A istənilən bir qiymət alar. Yəni 10 rəqəmin 10-unu da ala bilər. Cavab A variantıdır. 6-cı sual mərtəbəsinin sualıdır. Deyir ki, 8 milyon 718 min A97 ədədinin 100-lük mərtəbəsində duran rəqəmin mərtəbə qiyməti ilə mərtəbə vahidinin cəmi 700-dür. A-nın qiymətini tapın. Burada A 100-lük mərtəbəsində duran rəqəmdir. A-nın qiyməti 6 olsa əgər, mərtəbə qiyməti olur 600, yəni sağına 2 0 yazırıq. Vahid deyəndə 1 götürürük, sağına 2 0 yazırıq, olur 700. Yəni mərtəbə qiyməti 600 olur qeyd etdiyim kimi, 6 olanda həmin rəqəm, mərtəbə vahidi isə 100 olur. Və bunların da cəmi 700 verir. Deməli, belə çıxır ki,
Burada duran rəqəm 6 olmalıdır. 7 yaş məsələsidir. Nadir babanın 60 yaşı, nəvələrinin 2-3-5 yaşı var. Neçə il sonra onun yaşı nəvələrinin yaşları cəmindən 2 dəfə çox olar. Burada ili x qəbul edirik. Nadir babanın üzərinə bir dənə x gəlirik. Nəvələri isə toplayırıq, 10 eləyir. Nəvələrin üzərinə isə 3x gəlir. Çünki 3 nəvədən bəhs edir. Və vururuq nəvələri 2-yə. Deməli, burada məsələni həll eləsək, həlli belə olacaq. 60 üstə gələk x bərabərdir. 20 üstə gəlinsin 6x. Buradan da tərəf-tərəfə çıxanda 5x bərabərdir 40 olur. X-in qiyməti isə 8 olacaq. Deməli, 8 ildən sonra bu hadisə baş verər. Bir də izah edirəm. Burada hər ikisinin üzərinə x gəlirik. Həm babanın, həm də nəvələrin üzərinə x gəlirik. 60 üstə gəl x bərabər olacaq. 10 üstə gəlinsin 3 nəvəddən 3x vurulsun 2. Tənliyi sadələşdirsək, 60 üstə gəl x bərabər olur. 20 üstə gəl 6x, tərəf-tərəfə çıxanda 5x 40, x-in qiyməti isə 8 olacaq. Keçirik 8-ci suala. Ədədi orta məsələsidir. Sinifdə 15 oğlan və 10 qız şagird var. İmtahanda oğlanların orta balı 60, qızlarda 80 olur. Bütün sinifin orta balı neçə olar? Deməli, burada nə edirik? Oğlanların orta balını verib, oğlanların cəmi balını tapmaq üçün 15-i vururuq 65-ə. O da eləyir 975. Sonra eyni qaydana qızların imtahanda cəmi balını tapmalıyıq. Yəni, cəm tapanda ədədi ortanı biz vururuq saya. Cəm tapanda qeyd elədiyim kimi ədədi ortanı saya vururuq. Deməli, oğlanların imtahanda cəmi balı 975, qızlarda isə 800-dür. Ondan sonra bu 975 ilə 800 ədədini toplayırıq və bölürük ümumi şagirdlərin sayına. Yəni 25-ə bölürük. 1775 ilə 25-ə böləndə düzgün cavab 71, yəni Y variantı olacaq. Keçirik növbəti 9-cu suala. 9 kilometr 90.000 millimetr bərabərdir neçə desimetr? Deməli, 1 kilometrimiz bildiyimiz kimi 10.000 desimetrdir. Yəni 8 kilometr 80.000 desimetrdir. 90.000 millimetr isə desimetrə çevirəndə 2 dənə 0 silirik, olur 900. Deməli, 80.000-lə də 900-ü toplayanda düzgün cavab 80.900 olacaq. Yəni D variantı. 10-cu sual. İndi saat 17:00-dır. 80 saat sonra saat neçə olar? Deməli, 80-i əvvəlcə 24-ə bölürük. O da eləyir 4, yox 3, qalıq 8 eləyir. Bundan sonra deməli, gələcəyə getdiyimiz üçün 17-nin üstünə 8 gəlirik. 17-nin üstünə 8 gələndə o da 25:00 eləyir. 25 saatı da yoxdur bildiyimiz kimi. 25-dən çıxırıq 24-ü, o da eləyir gecə saat 1 eləyir. Yəni A variantı, yox C variantı. 11. 3 rəqəmin cəmi 20-dir. Bu rəqəmlərdən ən kiçiyi, ən azı neçə olar? Deməli, cəmləri 20-dirsə, digər rəqəm ən az soruşursa, digər rəqəmləri ən yuxarı götürməliyik. Yəni 9 və rəqəmlər müxtəlif deyil ha. 2 rəqəmdə 9 götürmək olar. 3-cü rəqəmi x götürürük, bərabərdir 20. Buradan da x-in qiymətini tapanda 20-dən 18 çıxarıq, 2 olar cavab. Keçirik 12-ci suala. Aralarında məsafə 800 kilometr olan 2 qatar qarşı-qarşıya yola çıxır. Onlardan birinin sürəti 60-dır. 3 saatdan sonra onlar arasında məsafə 350 kilometr olar. İkinci maşının sürəti neçə metr bölü saniyədir? Sürəti 60 olan maşın 3 saata 180 kilometr yol gedir. Ondan sonra 800-dən həm 180-i çıxırıq, həm də ara məsafəsini çıxırıq. Çünki maşınlar tam görüşmürlər. Hələ aralarında 350 kilometr yol qalıb. Ona görə 350-ni də çıxırıq. Nəticədə yerdə qalır 270 kilometr. Və bu 270 kilometri ikinciyə vurub 3-ə bölüb ikinci maşının sürətini tapırıq. O da eləyir 90 kilometr saat. Sadəcə burada biraz diqqətli oluruq. Axırda cavabı metr saniyələ istəyir. Kilometr saatı metr bölü saniyə çevirəndə yadda saxlayın ki, 18-də 5-ə vururuq.
O da edir 25 metr böl saniyə. Yəni düzgün cavab D variantı əslində. Çünki 1 kilometrimiz 1000 metrdir. 18/5 hardan yaranır? 1 saatımız 3600 saniyədir. 1000 ilə də 3600 200-ə ixtisar gedəndə 18/5 yaranır. Yəni 18/5 oradan yaranır. Əksinə kilometr saat metr böl saniyə ilə verib kilometr saatdan soruşanda bu dəfə 5-də 18-ə vurursun. Yəni 5-ə bölüb 18-ə vurursun. 13 tənlik məsələsidir. Tənlik indi belə suallarda sondan əvvələ doğru eləmək rahatdır. Əvvəlcə 30-dan çıxaq 20-ni, birinci x-in qiymətini tapacağıq. X-a əsasən y-in qiymətini tapacağıq. Sonra onu vururuq 2-yə 20 edir. Təzədən 20-dən 8-i burada toplayırıq. 28 edir. İşarələri dəyişirik. Bu vur işarəsidir. 28-i burada 4-ə bölürük. Eləyir 7. Və 7-dən də 2 çıxıb tənliyin kökünü tapırıq. Yəni x 5-dir. İndi aparıb burada yerinə qoyub y-i tapmalıyıq. 3 vurulsun 5 üstə gələk 5y bərabərdir 30. Nəticədə 5y bərabər olur. 30-dan 15 çıxanda 15 y-in qiyməti 2-dir. 3 düz üstürəm. Düzgün cavab deməli A variantı. 14-cü sual tənasüb məsələsidir. Bu suallarda birinci işçinin adını yazırıq. Sonra görülən işi, sonra zaman yazırıq. İşçi rahat olsun və zigzaqları vururuq. İş, zaman. İşçi burada 4 ustadır. Detalın sayı görülən iş 20 detaldır. Göstərilərini dəyişirəm. Sonra zamanı axıra yazıram 10 saat. Burada da ustanın aşağısından usta yazıram. Detalı bilmirəm deyə x götürürəm. Zamanı axırda yazıram 5. Və bu şəkildə zigzaqları vururuq. Yəni 4-ü x-ə və 10-a, 12-ni 20-yə və 5-ə. Buradan ixtisar da apara bilərsiniz. Birbaşa da yaza bilərsiniz. 40x bərabərdir 1200 olur. 1200 də 40-a böləndə düzgün cavab 30. Yəni E variantı. 15% məsələsidir. Faiz proqrama yeni daxil olubdur. Əvvəllər düşmürdü, yenidən salıblar. Nənə təqaüdün 25%-in nəvəsinə oynayacaq, 25%-in özünə ayaqqabı alır. 110 manat pulu qalır. Nə qədər təqaüd alır? Deməli, nənənin əvvəlcə xərclədiyi pulları tapırıq. 20 ilə 25 toplayanda eləyir 45%. O zaman nənənin qalan pulu faizə çevirəndə faizindən 55% qalır. Ondan sonra biz nə edirik? 55%-in qarşısına həmin 110-u yazırıq. Nənənin maaşını isə bilmirik. 100% ilə götürürük, 100-ə yazırıq x. Və çarpaz vururuq. 110-u vururuq 100-ə, bölürük 55-ə. O da eləyir 200 deməli manat. Deməli, nənə 200 manat təqaüd alır. Faizə görə yenə də tapırıq. 16-cı sual. 16-cı sualda isə təklik istəyir, mərtəbə sinifdir. Təklik deyəndə ədədin özü qədər təklik olur. Yəni, heç bir rəqəm silmirik. Elə düzgün cavab olacaq ədədin özü. Yəni, 78911. Y variantı. Məsələn, onluq desə bir rəqəm silərdik sağdan. Çünki onluqda bir sıfır var. Yüzlük desəydi, məsələn, 2 rəqəm silərdik. Bu şəkildə gedərdi. Təklik deyəndə isə ədədin özünü götürürük. Yəni, cavab olacaq 78911. Növbəti sual kəsr məsələsidir. Sinifdə olan şagirdlərin 5-də 2-si qızdır. Əgər oğlanların sayı qızlardan 6 nəfər çoxdursa, sinifdə cəmi neçə şagird var? Deməli, qızlar sinifin 5-də ümumi şagirdlərin sayını x qəbul edək. Və qızlar deməli sinifin 5-də 2 isə qızlar 5-də 2x-dir. Bunda avtomatik oğlanlara 5-də 5-dən 5-də 2 çıxanda 5-də 3 sayı qalır. İndi oğlan qızdan 6 nəfər çoxdursa, bu x-ləri bir-birindən çıxırıq və 6-ya bərabər edirik. 5-də 3x çıxaq, 5-də 2x bərabərdir 6. 5-də 1x bərabərdir 6. X-in qiyməti 30 olur. 6-nı 5-ə bölüb 1-ə vururuq. Deməli, sinifdə 30 şagird var. Təzədən qızı soruşsaydı, 30-un 5-də 2-sini tapardıq, 12. Oğlanı soruşsa, 30-un 5-də 3-sini tapardıq, 18. 18-ci sual iş hovuz məsələsidir. Dolduran A krantı boş hovuzu 6 saata, B 8 saata doldurur. C isə dolu hovuzu 24 saata boşalır. Üçü birlikdə alırsa, hovuz neçə saata tam dolar. Dolduranları burada toplayırıq. 6-da 1 ilə 8-də 1-i. Boşaldanı isə çıxırıq 24-də 1-i. Ortaq məxrəc 24-dür. Bunları da hesablasaq. 24-ü 6-ya bölüb 1-ə vuranda 4, 8-ə bölüb 1-ə vuranda 3, 24-ə bölüb 1-ə vuranda 1. 4 ilə də 3-ü toplayıb 1 çıxırıq, boşaldanı çıxırıq. O da 24-də 6 edir. Bu da 4-də 1 edir. 4-də 1 də 4 deməli saat deməkdir. Əksini yazırıq. İşin 4-də 1-i bu işi tam 4 saata görmək deməkdir. Ümumiyyətlə zaman deyəndə həmişə kəsri tərsinə yazın.
Düzgün cavab C-dir. 19. Qonşu bucaqlardan biri digərindən 3 dəfə böyükdür, böyük bucaq tapın. Yadda saxlayırıq ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Yəni kiçik x böyük 3x qəbul edirik. Bu x-ləri toplayıb 180-ə bərabər edirik. Buradan da alırıq ki, 4x bərabərdir 180, x-in qiyməti 45-dir. Aparıb yerinə qoyuruq. Kiçik bucaq 45, böyük bucaq 45 3-ə vuranda 135 edir. Beləliklə düzgün cavab 135. B variantı. Və nəhayət gəldi 20-ci suala. Hansı təklif yanlışdır? A variantı ən kiçik natural, sadə natural ədədçidir. Bu doğru fikirdir. Bizdən yanlış istəyir. Axırda onu götürəcəyik. C-yə deyir ki, 2 yeganə cüt sadə natural ədəddir. Bəli. Ən kiçik sadə ədəd 2-dir. 1 sadə ədəd deyir və 2 yeganə cüt sadə ədəddir. Çünki 2-dən savayı bütün cüt ədədlər hamısı mürəkkəbdir. 4, 6, 8, 10 və s. Çünki hər biri 2-yə bölünürsə mürəkkəbdir. 2 isə ancaq 2-yə və 1-ə bölünür, sadədir. Qalıq həmişə böləndən kiçik olur. Bu da doğru fikirdir. 0 ədədi nə müsbət, nə mənfi ədəd deyil. Bəli. Çünki 0-ın işarəsi yoxdur. Amma B variantı səhv fikirdir. Deyir, natural ədədlər bütün mərtəbələr üzrə yuvarlaqlaşdırmaq olar. Xeyr. Çünki təkliyin sağında rəqəm olmur. Ona görə biz yuvarlaqlaşdıranda ancaq natural ədədləri minimum 10-luğa qədər yuvarlaqlaşdırır. Çünki təkliyin burada sağında heç bir rəqəm olmur. Ona görə biz buradan yuvarlaqlaşdırma apara bilmirik. Gəldik videomuzun sonuna. İnşallah ki, izahın köməyi dəydi. Növbəti suallarda görüşərik. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm.